Salam, mən Hüseyin Musa, Azərbaycan Judo yığma komandasının keçmiş üzvü, dəfələrlə beynəlxalq turnirlərinin qalibi, Azərbaycan çempionatının mükafatçısı, Azərbaycan kuboklarının çempionu, 2024 BRICS Games dünya oyunlarının bürünc mükafatçısı. Musa, sonuncu dəfə bizə müraciət edəndə Judo Federasiyası tərəfindən sənin maaşının mənimsəndiyini söyləmişdin. Məsələ bizə işıqlandırılandan sonra nə baş verdi? Yəni, sənin maaşın ödənildimi? Məsələni işıqlandırandan sonra mənim maaşım ödənilmədi. Xeyr, mənə federasiyadan müəyyən təzyiqlər gəldi və mənə müəyyən zənglər, müəyyən insanlar mənə yığdı ki, gəl görüşək, bəs bu sənətə qol çək, sənin pulunu ödəyək. Sənət nə sənədi idi? Bu məsələ ilə bağlı prokurorluğa müraciət edəndən sonra ümumiyyətlə sənətə baxmadım və qol çəkmədim. Musa, sənədi imzalamadıqdan sonra bəs nə baş verdi? Sənəti imzalamadıqdan sonra Azərbaycandakı bütün idman zallarına mənə qadağa qoyuldu. Və mən müəyyən zallar var ki, orada gedib məşq edirdim və məni o zala buraxmadılar. Mənə qayıtdılar, dedilər ki, Judo Federasiyasının rəhbərliyi icazə vermir sənin bu zalda məşq eləməyi. Hazırda o qadağa qalır, yoxsa götürülüb? Bəli, götürülüb, atam federasiyaya gedəndən sonra onlar boyunlarından atdılar ki, biz elə bir şey deməmişik. Atam hətta istədi Rəşad Rəsulunla görüşsün, Rəşad Rəsullu görüşmədi. Müəyyən adamlar göndərdi ki, atamla görüşsün, atam da olanla görüşmədi və çıxdı gəldi oradan. Ondan sonra mənə zallara qoyulan qadağa götürüldü. Hazırda fəaliyyətini hansı istiqamətdə davam etdirirsən? Hazırda mən bunlara görə öz istiqamətimi dəyişdim və samboya keçdim. Və burada da mənə rahat buraxmırlar, müəllimimə təzyiq göstərirlər. Sizin vasitənizlə ölkə başçısına və idman nazirinə müraciət edirəm ki, işə ədalətli şəkildə baxılsın və qərar verilsin. Musa, bizə müraciət etdikdən sonra bəs sənin şəxsi məşqçin tərəfindən sənə bir dəstək olundu mu? Şəxsi məşqçim mənə bir il ərzində heç vaxt axtarmadı və mənə heç bir dəstək olmadı. Və mənə hətta yığıb bildirmək istədilər ki, mən şikayətimi geri çəkim. Və mən də onların zənglərini açmadım ki, bildim ki, onlar məni sözləri ilə ofsunlayıb, şikayətimi geri çəkdirməyimi istəyirlər.